Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Bugün Zilhicce ayının 15'ine tesadüf edir. 1 iyun 2026 il 10-cu məsum imam Hz. İmam Əli ibn Muhammed, daha çox Əli Yənnəqi və İmam Hadi ləqəbləri ilə tanınan 10-cu məsum imamın mövlud günüdür. Mən bu münasibətlə başda İmam Zaman ağa olmaqla onun laiqli nümayəndəsi Ayətullah Seyyid Mustafa Xamneyi cənablarına, digər məraciə, Əhl-i Beyt dostlarına öz adımdan və Almaniya İmam Zaman Mərkəzi adından təbrik deyirəm. Allah inşallah məsumların ziyarət və şəfaətlərin bizə nəsib eləsin. Əziz izləyicilər, mən bir neçə dəqiqə Azərbaycan sosial şəbəkələrində son günlər, son həftə müzakirə edilən mövzuların biri haqqında danışmaq istəyirəm. Əlbəttə ki, bu uşaq pulu ilə bağlı mövzudur. Bilirsiniz ki, 2005-ci il artıq 21 ildir Əliyev rejimi uşaq pullarını dayandırıb. Mən tam dayandırıb da deməzdim, sadəcə əhalinin orta və kasıb təbəqəsinə uşaq pullarının verilməsi dayandırılıb. Çünki deputatlar, hərbiçilər, müxtəlif deməli maaş alan müxtəlif qruplar, onlar bu və digər formada uşaq pulu adı ilə deməli müəyyən müavinətlər alırlar. Amma əhalinin orta və kasıb təbəqəsi, dediyim kimi, bunlar uşaq pulundan məhrum ediliblər. İllərdir ki, hökumət müxtəlif bəhanələrlə uşaq pulunun dayandırılmasını müxtəlif bəhanələrlə izah eləməyə çalışır. Amma əlbəttə ki, heç bir məntiqi izah yoxdur ortada. Son dövrlər bir qadın jurnalistlərdən biri, kişilər uşaq pulu istəməz, ondan əvvəl Mirşahin adlı bir jurnalist uşaq pulu ilə bağlı özünə məxsus, öz tərbiyəsizliyinə məxsus fikir bildirmişdi və Azərbaycan xalqını təhqir etmişdi. Bu dəfə isə bir qadın jurnalist, Səidə Bəkir qızı adlı bir jurnalist. Zaten bu adam son illərdə müxtəlif mövzularda xalqı təhqir eləyən, xalqın maraqlarını əks etdirməyən müxtəlif bəyanatlarla, müxtəlif fikirlərlə gündəmdədir. Bu dəfə isə kişi uşaq pulu istəməz deyimi ilə gündəmə gəldi. Bu barədə çoxlu fikirlər səsləndirilib və faktiki olaraq Səidə Bəkir qızının bu fikri demək olar ki, cəmiyyəti iki yerə bölüb. Bölünən tərəflər arasında böyük uçurum yaranıb. Məni əslində Səidə Bəkir qızının, Mirşahinin və bu sinifə aid olan şəxslərin uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlər o qədər də narahat etmir. Bu insanlardan zaten bu cür fikirlər gözləməliyik. Bunlardan xalqın xeyrinə hər hansı bir söz demək və yaxud da məzlum, əzilmiş xalqın tərəfində olmaq kimi gözləntimiz zaten yoxdur bunlardan. Amma Azərbaycan cəmiyyətinin bir neçə hissəyə bölünüb və bu hissələr arasında böyük uçurumların mövcudluğu məni biraz qorxudur və problemin əslində həll olunmaması və yeri gəlmişkən uşaq pulu mövzusu, problemi gündəmə gəlmişdirsə, daha yaxşı olardı ki, bu uşaq pulunun həlli istiqamətində müəyyən proseslər getsin. Amma biz bunu görmədik. Biz görürük ki, tərəflər bir-birinə, əgər problem uşaq puludursa, bu verilsin ya verilməsin, bu istiqamətdə müzakirələr gedib, konkret hökumətin qarşısına tələblər qoyulmalıydı. Xalqın istəyi çatdırılmalıydı ki, burada əslində
uşaq pulu haqqında biz dəfələrlə danışmışıq. Mən burada o detallara varmaq istəmirəm. Dediyim kimi, məni narahat edən məsələ cəmiyyətin iki yerə, bu mövzuda iki yerə bölünməsi və mövcud problemin həlli istiqamətdə heç bir addım atılmamasıdır. Hətta sosial şəbəkələrdə mən elə insanlar gördüm ki, bu məsələyə münasibət bildiriblər və Səidə Bəşir qızının haqsız mövqeyini, xalqı təhqir etməsini öz düşüncələrinə, öz dünya görüşlərinə uyğun güya dəlillər kimi gətirirlər, amma ucuz deməli bəhanələrlə bu xanım jurnalistə haqq qazandırmaları həqiqətən cəmiyyətdə ciddi bir problemin olmasını ortaya qoyur. Əsas problem isə cəmiyyətdə yaltaqlıq problemidir. Bu çox olduqca acınacaqlı bir şeydir. Yəni cəmiyyətdə müstəqil insanlar öz fikirlərini ifadə eləyə biləcək insanların sayı sürətlə azalır. Sürətlə azalır bir məsələdir. Bu cür insanlar qorxularından səsini çıxarda bilmirlər həm də. Bu da ikinci bir problemdir. Bütün dünya, inkişaf etmiş dünyada, belə deyək, inkişaf etmiş dünyada bir rasional qəbul edilmiş qərar var, düşüncə var. Rasional düşüncə bundan ibarətdir ki, inkişaf etmiş ölkələrdə uşaq pulları verilir. Məbləğindən asılı olmayaraq, aşağı yuxarı ola bilsin, o artıq o ölkələrin deməli maliyyə vəziyyətindən asılı olaraq uşaq pulu verilir. Uşaq pulunun verilməsi o uşağı saxlamaq anlamına gəlmir. Zaten dünyanın heç bir yerində verilən uşaq pullarının o miqdar o uşağın bütün təminatını qarşılamaq üçün, daha doğrusu bütün xərclərini qarşılamaq üçün bəs etmir. O bəzi yerlərdə, bəzi ölkələrdə simvolikdir, bəzi ölkələrdə müəyyən qədər dəstək olur. Bəzi ölkələrdə məsələn müəyyən imtiyazlar olur. Avropa ölkələrində də belədir. Uşaqların müalicəsi, dərmanları və bəzən qida məhsullarının verilməsi, bəzən məsələn digər formada geyimlərin və s. məktəb ləvazimatlarının və s. bunların dəstək verilməsi və s. bu cür hallar var. Amma Azərbaycanda bunların heç biri yoxdur. Heç biri yoxdur. Dünyada uşaq pullarının verilməsi rasional formada qəbul edilmiş halda Azərbaycanda bu düşüncəyə qarşı gedilir. Biz məsələyə buradan yanaşmalıyıq. Azərbaycanda bu düşüncəyə qarşı gedilir və Azərbaycanda deməli dünyanın qəbul etdiyi, inkişaf etmiş ölkələrin qəbul etdiyi bir düşüncəyə müxtəlif yanlış saxta bəhanələrlə onu rədd edirlər. Çox təəssüflər olsun ki, adını ziyalı qoyan, özünü belə qələm sahibi hesab edən, özünü cəmiyyətdə deməli yerini tutmuş insan kimi özünü görən insanların əksəriyyəti dünyanın qəbul etdiyi rasional düşüncəyə qarşı çıxırlar. Adam anlaya bilmir, nədir bunların istəkləri? Bunlar əgər inkişaf istəyirlərsə, qərbə inteqrasiya deyirlər, ondan sonra bunlar inkişaf mərhələsindədirlər, bunlar müasir insanlardılar və s. Axı, müasir insandırlarsa, inteqrasiya tərəfdarıdırlarsa, o zaman dünyanın qəbul etdiyi rasional düşüncəni bunlar qəbul etməlidirlər. Amma necə olur ki, dünyanın qəbul etdiyi rasional düşüncəni qəbul etmirlər, amma iddia edirlər ki, biz müasir insanıq. Yəni, bunların düşüncələri ilə bunların əməlləri bir-birinə tərs mütənasibdir, uyğun deyil. Tam fərqli yerlə göy qədər arasında fərq olan deməli bir mövcudiyyət yaradır bunların əməlləri ilə düşüncələri. Digər tərəfdən deməli bu uşaq pulu mövzusunda kim uşaq pulunu verilməsini zəruri hesab edirsə, onu dərhal vətən xaini çıxartmaq kimi bir görünüş var. Əlbəttə bu uşaq pulunun verilməsi bu bir mənalı olaraq dövlətin zəmanətidir, dövlətin gələcəyə investisiyasıdır. Dediyim kimi məbləğdən asılı olmayaraq. Dövlətin gələcəyə diqqətidir. Həm siyasi motivlər var burada, həm sosial motivlər var burada, həm iqtisadi yardımlaşma var burada,
həm diqqət var, həm mənəvi bağlılıq var burada, həm dövlət əhali ilə xalq dövlət arasında sevgi telləri var, hamısı var burada. Amma Azərbaycan hakimiyyəti uşaq puluna qarşı olduğu üçün 21 ildir artıq uşaq pulunu insanları məhrum eləyib və hətta uşaq pulu verməyən igidləri aparıb Qarabağda deməli şəhid etdirdi, Qarabağda qurban verdi. Belə bir hakimiyyətin xoşuna gəlsinlər deyə bəzilərini özlərini atıblar ortaya. Uşaq pulunun verilməməsində doğru addım güya hökumət atır kimi mövzuları öz düşüncələrinə uyğun müxtəlif gülünc bəhanələrlə arqumentləşdirməyə çalışırlar. Amma bu çox iyrənc görsənir. Bu necə ola bilər ki, yəni hökumət qəsbkar, qəddar, quldur bir dəstə, bir ailə gəlib hakimiyyəti qəsb eləyib və öz istədiyi kimi davranır. Yerdəki insanlar da xalqın yanında dayanmaq əvəzinə, hakimiyyətin bu yanlış addımını tənqid etmək əvəzinə hələ bir haqq da verir. Bax, problem buradadır. O sapı özümüzdən olan baltam misalı burada reallaşır. Hansı ki, bu günləri o insanlar ki, çıxıb hökumətin bu yanlış qərarını dəstəkləyirlər. Mən əminəm ki, o insanların ailəsində, yaxınlarında, qohumlarında onlarla bəlkə yüzlərlə ailələr var ki, onlar uşaq puluna möhtacdırlar, ehtiyacları var və çox əziyyətlə uşaq böyüdürlər. Həmən bu cür yaltaqlar sürüsü, yaltaqlar deməli dəstəsi, mən onu da inanıram ki, heç onlar öz əziyyət çəkən qohumları ilə belə maraqlanmırlar. Öz keflərində, öz mirzəliklərində və s. Əziz izləyicilər, Azərbaycan cəmiyyətində həqiqətən bu böyük bir problemdir. Uşaq pulu, dediyim kimi, uşaq pulu 500 manat uşağa, valideynə verməklə bitmir, məhdudlaşmır. Uşaq pulu dövlətlə xalqın, vətəndaşın arasında yaranan bir bağdır. O bağlar qoparsa, nə dövlət qalar, nə cəmiyyət qalar, nə xalq qalar, nə gələcək qalar və s. Ona görə də bu mövzunun üstünə belə getməməliyik. Biz bu mövzunun üzərinə uşaq pulunun verilmə tələbi ilə getməliyik. Əgər tələb bu cür olsa, o zaman mən inanıram ki, müəyyən qədər nailiyyətlər də əldə eləyə bilərik. Görünür, hakimiyyət bu mövzuda maraqlıdır. Uşaq pulu mövzusu ortaya çıxan kimi bunu artıq bu uşaq pulunun verilib verilməməsi, niyə verilmir, bu formada deyil, verilməlidir ya verilməməlidir, qarşı tərəfli bir-birlərini düşməncəsinə ittiham formasına gətirib, yəni daha doğrusu səviyyəsinə gətirib endirirlər. Amma burada normalda uşaq pulu verilməlidir. Əlbəttə, bu qeyd şərtsiz verilməlidir. Çünki Azərbaycan dövlət büdcəsi, Azərbaycanın təbii sərvətləri buna imkan verir ki, Azərbaycanda uşaq pulu verilirsə, hətta təbii sərvətlər olmasa da belə dövlət mütləq bunu üzərinə götürür. Bu dövlətin vəzifəsidir. Dediyim kimi, xalqla birliyi qorumaq istəyirsə, bağları möhkəmləndirmək istəyirsə, onun ilk addımı uşaq pulunun bərpasıdır. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.